Xoş gördük əziz dinləyicilər. Bugün dünyanın da, Azərbaycanın da gündəmi əlbəttə ki, İrandır və İrana qarşı edilən döyüşdür. Bilirsiniz, Azərbaycana, Naxçıvana zərbə vurulandan sonra, yəni PUA-lar Naxçıvan üzərinə uçduqdan sonra bu günləri iki tirə bir məsələ var ki, yəni bir var ki, İranı tənqid edənlər ki, zaten mən də İranı tənqid edirəm. Amma bununla yanaşı, həm də bugün həm İranın səfirliyi, həm də İranın özündən, Xarici İşlər Nazirliyindən belə bir mesaj gəlir ki, biz atmamışıq, biz atmamışıq. Amma əlbəttə, bütün bu hadisələr insanları istər-istəməz düşündürür. Bəzisi deyir İsrail atır, bəzi deyir Amerika atır və s. və ilaxır. Düzdür, əlbəttə, bunun hərbi tərəfi necədir? Bunu hərbi mütəxəssislər bilər. Amma bəzi mən mütəxəssislərdən belə bir rəy oxudum ki, bildirirlər ki, İsrailin belə bir imkanı var ki, İran tərəfindən atılan ballistik raketlər və yaxud da hər hansı bir raketlərə, əlbəttə mən hərbi mütəxəssis deyiləm, onları istədiyi səmtə yönəldə bilir. Belə bir imkanı var. Mən bilmirəm, bunu doğrudanmı eləyə bilərmi, doğrudanmı istədiyi səmtə yönəldə bilirmi? Əgər yönəldə bilirsə, əlbəttə bu artıq İran üçün faciədir. Çünki məntiq etibarilə, əlbəttə məntiq onu deyir ki, İran niyə Azərbaycanı vursun, niyə Türkiyəni vursun? Çünki bunlar kifayət qədər dəstək verir və yaxud da ki, sakit qalırlar, heç kəs öz ərazisindən İranın vurulmasına dəstək vermir. Və Azərbaycan hökuməti də, Azərbaycan prezidentinin də dəstəyi ortadadır, Ərdoğanın da dəstəyi ortadadır ki, onlar bu müharibəni istəmirlər. Həm də Azərbaycan baxımından həm də təhlükə məsələn ondan ibarət ki, İranın 48 milyon əhalisi Azərbaycanlıdır. Necə bunu İran eləyə bilər? Hansı məntiqə sığır bu? Əlbəttə məntiqə sığmır. Amma əlbəttə İran bir məntiqsiz ölkədir. Məntiqsiz ölkə olması ilə bərabər yenə də insan fikirləşir ki, bu qədər ağır bir vəziyyətdə olan bir ordu, bu qədər dünyanın böyük gücləri onun üstlərinə gəldiyi bir halda o özünə ikinci, üçüncü, dördüncü cəbhə açmaq istəyərmi? Əlbəttə istəməz. Amma bu həm də onu deməyə əsas verir ki, bu PUA-lar əgər İrandan gəlibsə, demək ki, onda ya bunun iki forması var. Ya birinci forma dediyim kimi İsrail həqiqətən bu uçan PUA-lara və yaxud da raketlərə təsir edib onu başqa bir səmtə yönəldə bilirsə, bu artıq texnoloji imkandır, bunu mən bilmirəm. İkinci isə ən vacib məsələdir. Bugün İranın özü də, onun ordusu da kifayət qədər Mossadın orada cirit atdığı, kifayət qədər oyun oynadığı bir ərazidir. Bəlkə İran ordusunun içində elə qruplar var ki, artıq o Mossada xidmət edir, tamamilə Mossadaşmış bir qrupdur, tamamilə İsrailin əmrini yerinə yetirir. Bəli. Bu İsrailin əmri yerinə yetirə qüvvələrin ola bilməsinə mən daha çox inanıram. Çünki İsrail məntiqlə düşünsə, İsrail istəyərdi bunu etsin. Çünki İranda Azərbaycanlılar çoxdur. İsrail ümumiyyətlə İran çəmbəri ətrafında nə qədər dövlətləri İrana qarşı müharibəyə cəlb eləyərsə, əlbəttə bu İsrailin və Amerikanın xeyrinədir. Yəni İranın bu qədər başqa ölkələri vurması bu yalnız İrana və daha doğrusu Amerika və İsrailin maraqlarını işləyə bilər ki, istəyirdim bu barədə də əlbəttə düşünən insanları düşünməyə cəlb eləyək. Təşəkkür edirəm.